Bugün K-pop, əsasən də AB6 qrupu, K-drama, Koreya dili və təstildən danışacağıq. Yüzdən çox K-pop qrupu, idollar falan tanıyırdım. Köhnə mahnıları, yeni mahnılar bir-birinə oxşayır. Yəni çox da dəyişməyib. EXO-nun Monster klipini izlədim. Sən bir ara Stray Kids fanatı idin. Daha sonra Donghyun gəlir. Hardasa 100-dən çox mahnıları var və çoxunu özləri yazıblar. Sənin üçün idol kimi gedir, mənim üçün birinci aktyordur. ATEEZ, Yoca Idol qrupu, stage qrupundan maraqlanıram. Ona oxşar bəzi mahnılar var başqa qrupdan, məsələn Seventeen qrupunda. Elə deyil, mən də orada tanış oldum. Bəyəndiyim 2 dənə mahnı var. Biri bu Brief mahnısıdır. Hiss edirəm ki, sanki onlar mənim üçün bu mahnıları yazır. AB6 Azərbaycan fan bazasının admini mən idim. Bir qrup var, All Hours. Çünki sezonda danışıqda öyrədilir. Koreya dili və Azərbaycan dili strukturu eynidir. Kralların geyimlərində istifadə olunur. Bu Stray Kids, bu ATEEZ mahnılarına daha çox oxşayır. EXO-dan başqa One One qrupunu kəşf etdim. Azərbaycan və Koreya mədəni əlaqələrinin səciyyəvi xüsusiyyətləridir.